Zəbur. 58-ci məzmur. Musiqi rəhbəri üçün. Davudun Altaşxet üstə oxuduğu minikdama. Ey qüdrətlilər! Doğrudanmı ədalətlə danışırsınız? Bəşər övladları üçün insafla mı hökm çıxarırsınız? Xeyr, qəlbinizdən fitnə fəsad çıxır. Bu dünyada əlinizdən zorakılıq gəlir. Pis adamlar ana bətnindən belə azğındılar. Çaşıblar, doğulan gündən belə yalançıdılar. Onlar əfi ilan kimi zəhərlidirlər, qulaqlarını tıxıyan gürzəyə bənziyirlər. Onlar ilan oynadanın səsinə gəlmir. Usta bir ofsunçu onu ofsunlaya bilmir. Ey Allah, onların ağızlarındakı dişlərini qır. Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar. Qoy onlar su kimi axıb yox olsun. Kaman üstündəki oxlarının ucları qırılsın. İlbiz kimi gedərkən ərisinlər. Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər. Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun. Nə qurularından, nə də yaşlarından heç nə qalmasın. Pislərdən qisas alandığını görən salihlər şad olacaq. Ayaqlarını onların qanına batıracaq. İnsanlar belə deyəcək, bəli, salihlər barlı olar. Həqiqətən, dünyanın hökmranı olan bir Allah var.